Buradan en azından birinci Aytaç sen mənə bunları de. K'ların işarələrini. Burada K3 var, K2 var, K1 var. Hansı müsbətdir, hansı mənfidir? Hə, 90-dan kiçikdir demək istəyirsən. Tamam, onda nə olur? Müsbət. Bəs K1 o da müsbət. K3 o mənfidir. Çünki əmələ gələn bucaq burada 90-dan böyük kör bucaq mənfi. En azından bunu bildik. Yəni və bildik ki, K3 hamısından kiçikdir. Düzdür? Y-ə daha yaxın olanlar var, X-ə daha yaxın olanlar var. İndi bax, gəl belə bir şey göstərim. Bax, qrafikdə anlayacaqsın onu. Bu belə göstərim. Tutaq ki, 2 dənə funksiyamız var. Biri y bərabərdir 2x olsun. Bir də y bərabərdir 3x olsun. İkisinin də qrafiki koordinat başlanğıcından və birinci, üçüncü rübdən keçən düz xətt. Biri budur, məsələn. Bir də tutaq ki, budur. O 1 də olsun bura. İkisinə də 1 verirəm burada. Buradan x bərabərdir 1 olanda y nə olur? 2. X bərabərdir 1 olanda y olur? 3. İndi burada yoxlayaq. X 1 olanda 1-i gəlib bura düşür. Bir də gəlib bura düşür. Məlum məsələdir ki, bura 2 olacaq, bura 3 olacaq. Düzdür? X-in 1 qiymətinə y 2 olubsa, bu hansı funksiyadır? 2x funksiyası. X-in 1 qiymətinə y 3-dürsə, bərabərdir 3x-də budur. Xası hansı daha böyüksə, y daha yaxındır. Yəni y-ə yaxın olan əmsalı daha böyükdür. Demək, ən böyüyü nə oldu? K2. Sonra K1, sonra da K3. Yəni K3 kiçikdir K1, o da kiçikdir K2-dən. K3 mənfidir, onsuz hamısından kiçikdir. K2 böyükdür K1-dən, o da böyükdür K3-dən.